Hə, köhnələr. Görürsüz, biraz tərrənmişəm. Deyərsiniz yorulub, hə? Bəli, yorulmuşam. Dağüstü parkda o çoxsaylı pilikanlardan aşağı yuxarı qalxmışam. Bu da mənə biraz tərrədib. Amma tək bu yox. Bir dənə xəbər eşitdim, o mənə daha çox tərrətdi. Yaxın oturun, o xəbərlə bu dağı mən sizinlə paylaşacağam. Deməli, Dövlət Turizm Agentliyimiz bir məbləğ ayırıb, böyük bir məbləğ ayırıb, 2 milyon pul ayırıb xarici blogerlar üçün ki, gəlin Azərbaycanı çəkin, gəlin danışın ki, Azərbaycanda necə ləzzətli xiyarlar var, yəni pomidorlar var, lüllə kabablar var, badımcanlar var və göstərin dünyada hamı o badımcan, xiyar, pomidor sevənlər, lüllə kabab sevənlər gəlsinlər Bakıya. Sən demə, bu blogerlar da indi müxtəlif cür olurlar axı, hə? Deyir, çornayı, beliyi, krasnıyı, həm də ki, bir də göz arasında o qalıbı blogerlər olur da, başa düşdünüz? Yəni, transgender blogerlar. Məhz bu iki dənə transgender blogeri bu dəqiqə mən sizə videoda göstərəcəm. Özləri deyirlər ki, öz yəni ağızları ilə bizim Dövlət Turizm Agentliyində Nihat bəy ilə və Mahir bəy onlara bir çanta Azərbaycanımızın neymətlərindən verib, belə uzun butulka, nə bilim, paxlava, şərab, zat filan, beşməkan və onları Bakıya dəvət eləyiblər. Başa düşdünüz? Deyirəm, buradan üst tutmaq istəyirəm həmən o Nihat bəylə Mahir bəyə. Düzdür, mən sizi tanımıram. Amma mənim sizə bir xahişim var, bir Azərbaycan vətəndaşı kimi. Siz onları bura dəvət eləməyin də, nə olar? Biz özümüz, öz translarımızdan canımızı qutara bilmirik, hər yer onlardandır. Siz bir də onları xaricdəkiləri nöş götürürsünüz bura, hə? Çox sizə bir xahişim var. Yəni, əgər onları kiminləsə əvəz eləmək olarsa, çox xahiş eləyirəm, əvəz eləyin. İndi də baxın həmən o videoya, qəlbdən qəlbə. От азербайджанцев. Мы с ними познакомились после концерта. Да. Да, так немножко познакомились. И они привезли вот... Гранатовое вино. Ой, я много ел гранат в Баку. Обожаю вообще Баку. Я не знаю, в Баку, наверное, был я раз 20 по работе. Да, все места знаю. У нас там по работе мне было очень часто, я туда ездил. Спасибо большое. Азерчай, естественно. И, наверное, открыточка. Но ты уже с ними познакомился лично, да? Да. Я помню, они стояли внизу, прям сам давали и сказали, да. Дорогие Сережа и Андрей, поздравляем вас с дебютом. Мы хотим, чтобы вы знали, что что вас очень любят и ждут в Азербайджане. Вы лучшие. Надеемся, вам понравится наше гранатовое вино, пахлава и чай от Махира и Нихада. Слушайте, во-первых, спасибо, во-вторых, надо ехать в Азербайджан. Да. А что? А они работают в Министерстве... Культуры. Нет. Как туристический... Как... Туристическое агентство. Да. Да. Пахлава.